Bugün Bakı Expo Mərkəzi 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisinə ev sahibliyi edir. 5-8 may tarixlərində keçiriləcək olan bu sərgi təkcə yeniliklərin nümayişi deyil, eyni zamanda aqrar sahənin gələcəyidir. Biz də Aqrar Xidmətlər Agentliyi olaraq ən müasir texnologiyalar və innovativ həllərlə bu ilki sərgidə öz yerimizi almışıq. Gəlin stendimizdə sizi gözləyən yeniliklərlə birlikdə tanış olaq. Aqrar Xidmətlər Agentliyinin bu ilki stendi rəqəmsallıq və innovativ yanaşma ilə ön plandadır. Stendin mərkəzində yer alan xüsusi maket fəaliyyətimizin zəncirvari strukturunu, heyvan sağlamlığından bitki mühafizəsinə, laboratoriya xidmətindən texniki nəzarətə qədər bütün spektri əyani şəkildə özündə canlandırır. Bu interaktiv ekran vasitəsilə isə siz bölgələr üzrə göstərdiyimiz xidmətlərlə anında tanış ola bilərsiniz. Əziz fermerlər və sərgi iştirakçıları, bu yeniliklərlə tanış olmaq üçün hər birinizi 8 maya qədər Aqrar Xidmətlər Agentliyinin stendinə dəvət edirik.